Birinci Qarabağ müharibəsinin itkin şəhidi Hüseynov Rafiq Hüseynoğlunun Qaradağ rayonu Lökbatan Şəhidlər Xiyabanında dəfn mərasimi keçirilib. Dəfn mərasimində Azərbaycanın dövlət himni səsləndirilib. Hərbi şərəf və ehtiram nişanı olaraq tabut məzara qoyulduqdan sonra fəxri qaravul tərəfindən havaya 3 dəfə yayılma atəş açılıb. Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ailəsinə başsağlığı verilib. Hüseynov Rafiq Hüseynoğlu biz o vaxtı Sırxavənd zonalarında vuruşanda mən özüm də mühasirəyə düşdüm, öz zvodumla. Bunlar da bizdən aralaşdı. Getdilər, bunları da mühasirəyə saldılar. O vaxtı tutdular, indi onları hardasa bu indi tapılan yerdə gülləliyib, orada da bastırıblar hamısını. Allah dövlət başçımızın canını sağ eləsin. Nə qədər bu dövlətimizin sayəsində bugünkü gündə tapıldı, gəldi. Şükür bu günə ki, dəfn elədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qeyd edək ki, Rafiq Hüseynov 1974-cü il aprelin 16-sında Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb.